Ay cəmaat, inanın mənə, bu zəmanə lap xarab olub. Pahu, nə qocanın hörməti qalıb, nə dəlinin, nə də ki, vay vay, arvadların dilindən qurtarmaq olur. Keçən dəfə oturmuşuq arvadla soba başında. Özümü o yerə qoydum ki, güya savadlıyam. Qəzetdən bir məqalə oxudum ona. Dedim, ay arvad, bilirsən, alimlər hesablayıb ki, siz qadınlar gündə biz kişilərdən düz 2 dəfə çox söz istifadə edirsiniz. Arvad heç istifini bozmadan qayıtdı ki, əlbəttə çox istifadə edəcəyik. Çünki siz kişilərə hər sözü 2 dəfə deməli oluruq. Özümü o yerə qoymadım, çarıxdım, dedim nə? Arvad güldü. Bax görürsən, dedim axı gərək 2 dəfə təkrarlayam. Ayda, dedim bununla evdə söz güləşdirmək olmaz. Dur gedək bazara. Mindik eşşək arabasına yol gedirik. Kəndin çöllüyündən keçəndə gördüm otlaqda atlar, keçilər, 1-2 dənə də donuz o tərəf, bu tərəfə qaçışır. Fikirləşdim ki, arvadın acırına gəlim. Heyvanlara tərəf barmağımı uzadıb gedim. Ay arvad, o çöldəkilər sənin qohumlarındır. Arvad yenə altda qalmadı. Aha, molla, səninlə tanış olandan, ərə gələndən sonra qohum olmuşuq. Evdə vəziyyət budur. Əşi, uşaqlardan da yarıtmadıq. Keçən gün həyətdə oturmuşam, nəvələr gəlib nənələrindən soruşur ki, nənə, biz necə dünyaya gəlmişik? Nənə də köhnə adamlardan daxı. Qayıtdı ki, bala, sizi bizə leyləklər, quşlar gətirib. Özüm eşitdimi, uşağın biri o birinə pışıldadı ki, buna doğrusunu deyək, yoxsa elə həmişə belə əfəl qalsın? Vay vay vay, bilmədim gülüm, yoxsa ağlayım. Bu uşaqların beyni başqa cür işləyir. O gün şəhərdən gələn böyük nəvəmi 2 qardaşı ilə birlikdə çörək almağa göndərdim. 15 dəqiqə keçmədi, uşağın biri tək qayıtdım. Soruşuram ki, bala, bəs o biri qardaşın hanı? Qayıdır ki, ay baba, çörək satan dükanına təzə Google toolbar quraşdırmışdı. Dükandan çıxanda baxdım, gördüm qardaşımın alnında yazılıb ki, one pop-up blocked. O da qaldı içərdə. Ay bala, mən Google nədir bilmirəm, pop-up nədir bilmirəm, çörəyi niyə bloklayırlar onu da bilmirəm. Dünyanın sonudur. Bu dərdsərlə necə sağlam qalmaq olar? Keçən həftə ürəyim sızıladı, getdim bizim kəndin həkiminin yanına. Məni müayinə elədi, sifətini turşutdu. Qorxa-qorxa soruşdum. Ay həkim, açığını de, nə qədər ömrüm qaldı? Həkim gözümün içinə baxıb dedi, 10. Rəngim qaşdı. Təəccüblə soruşdum, ay qardaş, 10 nə? 10 il, 10 ay, 10 həftə? Həkim saata baxıb davam elədi. 9, 8, 7, 6. Ayda, oradan necə qaçmışamsa evə çatanacan 3 kilo arıqlamışam. Nəysə, bu qədər stresdən sonra gəl gecələr rahat yat görüm necə yatırsan. Gecə yuxuda görürəm ki, kəndin ən paxıl, mənə həmişə yuxarıdan aşağı baxan qonşusu ilə göydən yerə düşürük. Özdə mən şappıltı ilə düşdüm peynin içinə, bu qonşu isə düşdü bal çəlləyinin içinə. Səhər yuxunu qonşuya danışdım, o da başladı gülməyə. Ha, görürsən də, molla, həyatda olduğu kimi yuxuda da mən səndən öndəyəm, şirniklərin içindəyəm. Dedim, tələsmə, yuxunun ardı da var axı. Biz ayağa qalxandan sonra başqa su tapmadıq, məcbur qalıb bir-birimizi yalayaraq təmizlədik. Kişinin vəngi necə bozardısa, 3 gündür salam vermir. Amma nə yalan deyim, bəzən kəndin dəlilərini həsəd aparıram. O gün kəndin dəlisini görmüşəm, ağacın altında oturub şaqqanaq çəkib gülür, az qalır uğunub getsin. Yaxınlaşdım ki, əşi, nəyə gülürsən tək başına? Deyir, heç, mən həmişə öz-özümə lətifə deyib gülürəm. Amma bunu bayaq özümə dedim, o qədər gülməlidir ki, bu dəfəkini heç mən də eşitməmişdim. Dedim, belə, nədir o lətifə? Deyir, molla, bir noxud girir hamama çimməyə, yuyunur, çıxır, qurulananda öz-özünə deyir ki, ayda, başımı yumaq yadımdan çıxıb. Bax, dəlinin dərdi budur, noxudun başını yumağı. Odur ki, ay cəmaat, bu həyatda ehtiyatı heç vaxt əldən verməyin.
özünüzü həmişə sığortalayın. Bilirsiniz də, bir gün dovşan meşə ilə gedir, görür ki, bir şir uzanıb yolun ortasında. Qorxusundan əsrir, titriyir, yaxınlaşıb deyir: "Şir qardaş, olar üstündən keçim gedim?" Şir də yorğun səslə: "Olar, keç," deyir. Dovşan gün ərzində 5-6 dəfə belə edir. O tərəfə keçir, bu tərəfə keçir. Axırda yenə gəlir ki, "Olar üstündən keçim?" Şir əsəbləşir: "Nə istəyirsən ey məndən? Görmürsən ayağım təliyə düşüb dura bilmirəm? Keç get də." Dovşan bunu eşidən kimi sinəsini qabağa derir, qaşlarını çatır. "Nə deyirsən hə? Özdə bilirsən nə var? Səsini qaldırma, qışqırma üstümə." Bax belə yoldaşlar, nə qədər ki aslanın ayağı tələdədir, dovşanlar çox qışqıracaq. Qalxım gedim o Google tulbara düşmüş nəvəmi axtarıb tapım. Çörəyimin pulunu da o yuxuda balın içinə düşən qonşudan alarsınız.